Dünyada infarkt, insult, ürək tutmaları və emboliyaların əsas səbəbi damarın trombla tıxanmasıdır. Tromb qan laxtasının daha bərk formasıdır. Əgər siz vaxtından əvvəl bədəninizdə tromb təhlükəsi olduğunuzu bilsəniz, özünüzün və doğmalarınızın həyatını qurtara bilərsiniz. Milli az bütünlükdə sizdə tromb olduğunu göstərən 6 əsas simptomu təqdim edir. Aşağı ətraflardan birinin şişməsi, ödemi. Bu vəziyyət dərin venalarda tromboz olanda baş verir. Nəticədə bədənin müəyyən hissəsinə qan axını pozulur, qan dövranı pozulur və həyatı vacib daxili orqanlar oksigenlə təmin olunmur. Ayaqlarda ağrılar. Trombozun ümumi əlamətlərindən biri də ayaqlarda uyuşma, sanki qarışqa gəzməsi, iynə batırma hissi, ağırlıq, müntəzəm ağrılardır. Ona görə ayaqlarda istənilən şiş, ağrı, göyərmə və s. varsa diqqətli olun. Dəridə qəribə qırmızı xətlər, sahələr. Göyərmə trombun əlamətidir. Bunu çoxu bilir. Amma qırmızı xətlər, sahələr və venalara paralel belə qızartılar adi dəri qızarması deyil. Bu göyərmədən də təhlükəlidir. Belə halda dərhal həkimə müraciət edin. Döş qəfəsində dərin nəfəs almada ağrı. Əgər dərin nəfəs alıb verərkən sinədə ağırlıq, ağrı hissi varsa, bu o deməkdir ki, qatı qan kütlələri artıq ağciyərləri təmin edən iri damarlara doğru gedir. Bu əlamət ölümcül təhlükədən xəbər verir. Yəni, istənilən vaxt tromb nəfəsi tıxaya bilər, təcili həkimə getməlisiniz. Tənginəfəslik. Söhbət ağır yük qaldıranda 10 mərtəbəni çıxarkən tənginəfəslikdən getmir. Tromb zamanı səbəbsiz tənginəfəslik olur. Bu o deməkdir ki, qan laxtası ağciyərlər ətrafındadır. Bu zaman xəstə başgicəllənmə olur. Səbəbsiz və keçməyən öskürək. Qrip, bronxit olmadan öskürmək, hərarətsiz öskürək, heç bir dərmanın təsir etmədiyi halda əgər ağciyərlərin rentgenində təmiz çıxıbsa, deməli ürək damar sistemində tromb var və bu ürək ritmini dəyişərək tənəffüsə təsir edir. Quru öskürək zamanı döş qəfəsi də ağrıyırsa, tənginəfəslik, nəfəs tıxanması varsa, trombdan şübhələnmək lazımdır. Əgər bu 6 əlamətdən azı 3-ü sizdə varsa, tromba görə müayinə və müalicə olunmağın vaxtıdır.